Salam aleykum. Kim baxırsa bütün izləyicilərimə. Bugün BMW disklər getiriblər. Bütün çatlar, sınıq yerləri, köhnə svarkanın hava buraxan yerləri var. Onları da təmizləyib, fazka açıb. Bax, gördüyünüz yerdə də çat var. Bax, bu hissələr çoxdan olmuş hissələrdir başqa adam tərəfindən. Onlar da mikro çatlar olduğundan hava buraxır. Yəni həmin hissələri təmiz kesib çıxardılıb təzədən qaynaq olunacaq ideal bir şəkildə və sizlərə göstərəcəm ki, necə əslində qaynaq olunmalıdır. Bu cür üstündə svarka saxlamaq qəti olmaz. Yəni o diskə напряжение verir, təzədən çat verə bilir həmin yerdən. Bir balaca odara düşən kimi çat verir disk. Ona görə təmiz faska açıb dəqiq qaynaq olunmalıdır. İçəri tərəfdən çöləcən bütün qaynaq olunmalıdır. Bax, burada da həmçinin svarka yerindən çat var. Burada svarka yoxdur, amma ki, udara düşməyin səbəbindən çat verib. Bunların hamısını aradan qaldırıb hər iki diskini də təhvil verəcəm yesinə. O da məmnun qalacaq. Sizlərə də xoş olar. İnşallah. Baxım necə indi fazka açdığını da göstərəcəm. Bax, bu videoda. Bax, artıq öncə açmışam fazkanı da. Görünür nətər. Baxın, bilməyənlər də bu cür eləsin qaynağı. Təmiz rezilka açıb qaynaq olmalıdır ki, disk təzən odara düşəndə nə vaxtsa həmin hissədən çat verməsin. Belə olanda 90% əminliklə deyə bilərəm ki, yəni bu hissədən çat verməyəcək. Ya da ki, şovun qırağından çat verməyəcək. Bax, belə bir indi işimi qutarandan sonra da bir göstərəcəm. Bax, bu dəqiqə qaynaq olunub, qurtarılıb. Bax, bunlar ham şov olan hissələr idi. Kəsilən daha doğrusu hissələr idi. Şov olan bunları qaynaq olunub artıq. İndi o bir diskə də baxaq. Bax, bu diskdə həmçinin bütün hissələri, fazka açılan hissələri qaynaq olunub. Qalıb bircə silasar işi. Onu da bir dənə təmizləyəndən sonra görəcəksiniz. Bax, bu təmizləyib qurtarmışam. Diskdə nə bir şey, işin oturan hissələrdə ideal bir şəkildə təmizləmişəm. Bax, bu cür olmalıdır qaynaq işi. Bax, görürsünüz, işin oturan hissəsi də ideal bir vəziyyətdədir. Baxın. Əla. İşi belə görmək lazımdır. Hamınız xoş istirahətlər deyin də deyək. Sağ olun.